Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulillah və bəd. Məscid-i Nəbəvidə, Peyğəmbər məscidindəyik. Allah həmd olsun. Zöhr namazına gəlmişik. Allaha həmd olsun. İnsan, iman edən insan bu torpaqlara gələndə Məkkəyə, Mədinəyə doğrudan düşünür. Düşünür, sələfin həyatını düşünür. Onların bu dini yaşamasını düşünür. Sonra da Allah'ın lütfetdikləri özünə hesaba çəkir ki, Rəbbimin huzuruna çıxanda hesabım necə olacaq? Dünya ilə mənim əlaqəm necədir? Rəbbimlə mənim əlaqəm necədir? Rəbbimlə irtibatım necədir? İnsan, Allah'ın lütfetdiyi insanlar burada onu düşünür. Elhamdülillah. Mən də elə düşünərkən Allah'a həmd sənalar olsun. Rəbbim lütfetdi, bir şeir yazdım. Çox mu qalıb ömrümüz günahlardan zövq alaq? Haçan olacaq ki biz Rəbbimizdən utanaq? Hələ bizə çatmırmı dünya müvəqqətidir? Ya Rab, bizə yardım et, bu qəflətdən oyanaq. Ya Rab, bizə yardım et, bu qəflətdən oyanaq. Əmin. Allahumma əmin. Allah Azze və Cəllə bu Bilal quluna lütf etdi. Özünə hesaba çəkməyi və Allah Azze və Cəllə yenə lütf etdi, yardım etdi. Bu Bilal qulu bu şeiri elə burada Mədinədə dilə gətirə bildi, yaza bildi, səsləndirə bildi. Elhamdülillahi Rabbil aləmin.